Salam, hər vaxtınız xeyir, dəyərli abituriyentlər. Bildiyimiz kimi 15-03-2026-cı il tarixində OTK-nın növbəti sınaq imtahanı keçirilib 9-cu siniflər üçün. Gəlin sualları bərabər baxaq. 56-cı sualda bizə sifətin dərəcələnməsini verir. Yadımıza salırıq, deməli, baxırıq ki, burada nə var? However. However, had ever, has ever. Bunlar bizə üstünlük dərəcəni göstəriş verir ki, mütləq üstünlük dərəcəni götürməliyik. Ona görə baxırıq, A variantında Z-si yoxdur. Bilirik ki, üstünlük dərəcəsi mütləq Z artiklını verməliyik. D variantı müqayisə dərəcəsidir, Y variantı müqayisə dərəcədir, B variantı adi dərəcədədir və ona görə doğru cavabımız olacaq C variantı the best. It was the best holiday I've ever had. Mənim etdiyim ən yaxşı tətil idi. 57-ci sualda bizə definition verir. Escape nədir? Qaçıb canını qurtarmaq, xilas olmaq. Frighten, qorxutmaq. To take part, iştirak etmək deməkdir. Deməli, escape nə olacaq? To get away from a dangerous situation, bir olacaq C. To frighten, to make somebody feel afraid olacaq A variantı. 3'te de take part olacaq to participate, yəni B. C, A, B olan cavab, deməli C, A, B olacaq Y variantı. 58-ci sualda difficult bizdə burada nə istəyir? Opposite meaning. Bu da antonim deməkdir. Opposite meaning deyirsə, deməli bizdə memorable yadda qalandır. Difficult çətindir. Çünki joyful sevincli deməkdir. Lucky uğurludur. Fun loving əyləncəni sevəndir. Doğru cavabımız olacaq D variantı easy. Növbəti sualımız kompleks obyektə aiddir, yəni mürəkkəb tamamlıq bölməsinə. Görürük ki, expect 3-cü qrup feillərə aiddir burada. Expect də özündən sonra to məstər istəyir. Ümumiyyətlə, kompleks obyekt bölməsində, yəni mürəkkəb tamamlıq bölməsində İkinci hissədə, yəni mürəkkəb tamamlığa əmələ gətirərkən feil 3 formada ola bilər. Ya to-lu məstər formasında, ya be verb formasında, yəni feilin to-suz başlanğıc forması və yaxud da verb ing formasında. Expect də özündən sonra to tələb etdiyinə görə cavab olacaq C variantı. Digər variantları silirik, çünki ikinci tərəfdə feil şəxsə, zamana, kəmiyyətə görə dəyişmir. 60-cı sualda isə deyir ki, I can't hear what you are saying. Eşidə bilmirəm nə dediyini. The traffic is making too much noise. Həddən artıq səs verir, yəni trafik tıxac, nəqliyyat. Bu da sayılmayan isim olduğuna görə həm də bizdə zərfdən söhbət gedir. Yəni bizdə bu zərf verməliyik. Ona görə too many özündən sonra cəm isim alırdı. Həm də burada noise sayılmayan isim var. Ona görə biz sayıla bilməyən isimlərlə işlənən formanı götürməliyik. Only a few özündən sonra cəm isim alır. Biz burada noise-a baxırıq. Little no-ya bərabərdir. Yox dərəcəsindədir. Burada eşidə bilmirsə, deməli orada yox dərəcəsində səs ola bilməz. Ona görə D variantını atırıq. A lot burada zərf kimi işlənir. Yəni bu feili təsvir edir. Amma noise isimdir. Ona görə a lot da çıxır. Doğru cavabımız olacaq too much B variantı. 61-ci sualda baxırıq ki, last var burada. Last deyirsə, deməli, keçmiş zamandan söhbət gedir. Have indiki zamandır. Burada Y-də zaman uzlaşması pozulub, keçmişlə indi. A bəndində zaman uzlaşması pozulub, indiki keçmiş zaman. D variantında zaman uzlaşması pozulub. Doğru cavabımız olacaqdır B variantı. Keçmiş sadə ilə keçmiş davam edicinin uzlaşması. 62-də deyir ki, I attend drawing classes because of my love. Burada olacaq for art. Nə üçün? Yəni deyir, incəsənətə, rəsmə olan sevgimdən mən rəsm dərslərinə gedirəm. Ona görə doğru cavabımız olacaqdır B variantı. 63-də it is-lə başlanan cümlələrdə bilirik ki, it is sonra gəlir sifət, üstə gəlinsin to-lu məstər, yəni infinitiv verməliyik. Burada da deyir ki, it is hard. Nədir it is hard? Diqqətini cəmləmək. Nə vaxt ki, səs-küylüdür, çox səs-küylüdür. Ona görə olacaq to concentrate. Qaçmaq olmaz, çünki mənaca uyğun gəlmir. Çamadanını yığmaq olmaz, çünki nəyə görə? Burada səs-küyün çamadana nə aidiyyatı var? To eat, yeməyin də aidiyyatı yoxdur. Söz verməyin də həmçinin. Yəni, səs-küy olanda diqqətimi cəmləmək çətindir. Ona görə doğru cavabımız D variantı olacaq. 64-cü sualda isə deyir ki, doğru sual cümləsini seçin. Ümumiyyətlə, xüsusi sual cümlələrində quruluş necədir? Xüsusi sual əvəzliyi, sonra köməkçi fiil
mübtəda, əsas feil və digər üzvlər. Baxıram ki, A variantında bəli, xüsusi sual əvəzli when yerindədir, köməkçi feil did yerindədir, Anna mübtəda yerindədir, where geyinmək əsas feil yerindədir və tamamlıq deməli doğru cavabımız elə A variantıdır. B variantı niyə səhvdir? Did iki feil yanaşı gəlib və hər ikisi keçmiş zamanda işlənib. Bu yanlış quruluşdur. C variantında did Annadan sonraya gedib. Yine yanlış quruluşdur. İki feil yanaşı gələ bilməz. D variantında do ilə wears Anna does-la olmalı. Çünki üçüncü şəxsin təkidir və s artırılmamalıydı wear sözünə. Ona görə səhvdir. Y variantı niyə səhvdir? Çünki burada does-da da wears-da da s artırılıb. Deməli ona görə o yanlışdır. 2 s qəbul edə bilməz bir sadə cümlə və doğru cavabımız A variantıdır. 65-də I'm sure this is the right doğru, düzgün bus for the station. Elə olacaq A variantı doğru cavab. 66-da deyir ki, the bus is overcrowded. Həddən artıq basırıqdır avtobus. Deməli, nə etməliyik? Biz gözləməliyik növbəti biri üçün və indiki zaman olduğuna görə biz ilk başda keçmiş zamanları atırıq. C variantında keçmiş zamanları atırıq. A variantı ümumiyyətlə yanlış formadır. Doğru cavabımız olacaq have to. Yəni, gözləməliyik. Növbəti sualımız 67-ci sualdır və burada bizdən passive voice istəyir, yəni məchul növ istəyir. Məchul növdə də mütləq to be ilə verb 3 yanaşı gəlməlidir və cümləmin, məlum növdəki cümləmin tamamlığını gətirib məchul növün mübtədası etməliyəm və burada tamamlıq harda gəlir? Mübtəda, xəbər və ondan sonra gələn nədir? Tamamlıqdır. These artificial flowers of silk olacaqdır. Ona görə birinci these artificial flowers of silk biz flowers'a baxırıq çünki ofdan əvvəlki ismə baxırıq. Ona görə xəbər. Həm də indiki zamanda əmiza axtarmalıyıq biz. Əmiza yoxdur. A variantını çıxırıq. C variantı keçmiş zamanda deyə çıxırıq. D-də də həmçinin keçmiş zamanda çıxırıq. Arbin deyilən ümumiyyətlə bir şey yoxdur. Yanlışdır. Onu da atırıq. Doğru cavabımız qalır. Nə? B variantı. Are made by them. 68-ci sual bizdən nə istəyir? Close meaning, yəni sinonim. Hər zaman öz şagirdlərimə də vurğulayıram ki, şərti düzgün oxuyun və ilk öncə şərtin altını xəttləyin ki, siz doğru yadınızı saxlayasınız, çaşdırmayasınız ki, sizdən nə istəyir. Close meaning də sinonim deməkdir və confidence nədir? İnam, güvən deməkdir. Doubt şübhədir, worry narahatlıqdır, confusion çaşqınlıqdır. Doğru cavabımız olacaq 1-5. Believe in myself, özümə inam, bir də self-trust, o da özünə inam deməkdir. 69-cu sualda short text aydı. Dear teacher, əziz müəllim, I'd like to sincerely thank you for your continuous support and advice. Mən deyir, təmi qəlbdən təşəkkür etmək istəyərdim sizin deyir, davamlı dəstəyiniz və məsləhətiniz üçün. Your lessons are always clear and interesting and they help me improve every day. Sizin dərsləriniz həmişə aydın və maraqlıdır və hər gün mənə inkişaf etməyə kömək edir. I really appreciate your patience and the time you spend helping me understand difficult topics. Və mən deyir, həqiqətən deyir, dəyərləndirirəm sizin mənə olan səbrinizi və mənə həsr etdiyiniz zamanı ki, mənə deyir, kömək edir çətin mövzuları anlamaqdan ötürü. Because of you, sizə görə, yəni, I feel more confident in my studies. Dərslərimdə daha inamlı hiss edirəm. I'm truly grateful for everything you do for our class. Yəni, doğrudan da minnətdaram sizə hər bir şey üçün, bizim sinif üçün etdiyiniz hər bir şey üçün minnətdaram. Hörmətlə Sara. Deməli, müəlliminə öz minnətdarlığını bildirir. A bəndində deyir, inkişaf yoxdur, deyir, Saranın dərslərində yanlışdır. B bəndində deyir, baxmayaraq ki, deyir, müəllimin deyir, dərsləri asan və aydın anlaşılandı, amma ona çətindir, deyir, bəzi mövzuları başa düşmək. Xeyr. Sara deyir ki, mənə asandır, deyir. Çox, yəni, mənə rahat gəlir sizin izahlarınızdan sonra çətin mövzular. C bəndində deyir ki, Sarah really appreciated her teacher for the continuous support and patience. Bəli, elə doğru cavab budur. Ki, həqiqətən dəyərləndirir onun davamlı dəstəyini və səbrini. C variantı doğru cavabdır. D-də nədir? Deyir, hər zaman geridədir, deyir, dərslərində və bəzən deyir, səbirsiz hiss edir. Xeyr, elə bir şey demirdi. Y-də də deyir ki, müəllimin dərsləri bəzən Saranı çaşdırır və yorğun edir. Xeyr, elə bir şey yox idi orada.
Növbəti yenə də short textlə davam edirik. Deyir ki, mən bu deməli yazıram nədən ötürü? İş üçün müraciət etməkdən ötürü sizin şirkətinizdə. Mən çalışqan və məsuliyyətli bir insanam və hər zaman hazıram yeni bacarıqlar öyrənməyə. Mənim yaxşı danışıq bacarıqlarım var və komandada işləməyim çox yaxşıdır. I'll be happy to have the opportunity to work with you. Çox xoşbəxt olardım əgər sizinlə işləmək şansını qazansaydım. Ən xoş arzularla Ana. Deyir ki, şirkət onu hesab etmir, deyir, özü, yəni çalışqan, xeyr, elə bir şey yox idi orada. Deyir ki, deyir, şirkətin, deyir, yaxşı danışıq bacarıqlarına ehtiyac tələb etmir, xeyr, elə şey yox idi. Anna wants to get the job position at the company. Bəli, doğru cavab budur. Deyir ki, şirkətdə bir iş pozisiyası, mövqeyisi qazanmaq istəyir. Ona görə C doğrudur. D variantında deyir ki, Ana yeni bacarıqlar öyrənməyə və təcrübə qazanmağa açıq deyil. Xeyr, elə bir şey yox idi. Əksi nə idi? Ana düşünür ki, deyir, bu iş üçün təcrübəsizdir. Xeyr, belə bir şey yox idi. Doğru cavabımız C variantı. Növbəti short textdən davam edirik. The yoga club offers you lessons for people of all ages. Deyir ki, yoga dərsləri, demək, yoga klubu sizə yoga dərsləri təklif edir. Yəni, bütün yaşlarda insanlar üçün. Deməli, dərs vaxtları deyir, sizdən, yəni rahatdır, yəni müəyyən bir cədvəl yoxdur və həm səhər, həm axşam mövcuddur, uyğundur dərslər. Sizin sadəcə deyir, xalça gətirməkdən başqa, mət burada xalçadır, balaca xalça idman üçün. Sadəcə deyir, xalçadan başqa heç bir şeyə ehtiyac deyil gətirmək və deyir, siz deyir, ilk, yəni ay ərzində artıq deyir, faydalarını hiss etməyə başlayacaqsınız. Zəhmət olmasa, istərdinizsə iştirak etməyə, qeydiyyatdan keçin. A bəndində deyir ki, you need to bring everything. Hər şey gətirmək lazımdır, xalçadan başqa. Xeyr, əksinə idi. B bəndində deyir ki, müsbət nəticələrinizi birinci ayın daxilində, yəni başlayacaqsınız sezməyə. Bəli, bu doğrudur. B doğrudur. C variantında deyir ki, yalnız səhərlər, xeyr, orada bütün vaxtlar flexible idi, axşam da olardı. D bəndində deyir ki, siz deyir, əgər kluba qoşulandan sonra deyir, nə etməlisiniz? Çıxış etməlisiniz. Xeyr. Only teenagers deməli, only teenagers are allowed to join yoga classes. Yalnız deyir, yeniyetmələrə icazə verilir, deyir, yoga dərslərinə qoşulmaq. Xeyr, bütün yaşlara aid idi. Doğru cavabımız oldu B variantı. Və burada mətndən söhbət gedir. Bu hansı, hətta dərsliyimizdə buna aid bir mətn var idi. Bu mətn var idi dərsliyimizdə. Deyir ki, yuxu bioloji bir proses, vacib bioloji bir prosesdir ki, hansı ki, bir neçə, belə deyək də, mərhələdən keçir gecə ərzində. Əsas deyir, gecə ərzində əsas deyir, deməli, mərhələsi var, 2 növü var deyir yuxunun. Rapid eye movement sleep, bir də non-rapid eye movement sleep. Hər iki deyir yuxu, belə deyək, fazası sağlam həyat üçün vacibdir. Deməli, non-REM sleep ərzində sizin bədəniniz nə edir? Bərpa edir əzələsini, toxumanı və immun sistemini gücləndirir. Amma REM yuxusu ərzində nə üçün vacibdir? Bu beyin üçün vacibdir və deyir, bu nəyi emal edir? İnformasiyanı və beyinə kömək edir ki, nəyisə təşkil etsin, daha doğrusu yaddaşı bərpa etməyə və təşkil etməyə kömək edir. Bununla yanaşı həmçinin öyrənməyi dəstəkləyir və emosiyalarımızı idarə etməyə kömək edir. Hər zaman sən deyir, yuxuya gedəndə yeni bir you start a new sleep cycle, yeni bir yuxu dövriyyəsi başlayır, hansı ki, non-REM mərhələsindən REM mərhələsinə gedir. REM mərhələsi adətən sən yuxuya gedəndə və REM mərhələsi, deməli, the REM stage is usually when you dream və deyir, nə vaxt ki, deyir, yuxuya gedirsən, and your deepest sleep happens during non-REM sleep və sənin ən dərin yuxun non-REM yuxu fazası mərhələsində başlayır. If you don't get enough sleep, əgər kifayət qədər yuxu almırsansa, it negatively affect your physical and mental health. O deyir, sənə negativ şəkildə, yəni mənfi təsir göstərir. Həm fiziki, həm psixoloji sağlamlığına. Və sleep needs depend on age, deməli,
deyir, yaşdan da deyir asılıdır. Körpələrin, uşaqların və yeniyetmələrin daha çox, yaşlılardan daha çox yuxuya ehtiyacları var. Və deyir, yuxu keyfiyyətini yaxşılaşdırmaqdan ötürü yuxu mütəxəssisləri məsləhət görürlər ki, və yuxuya gedəndə də, oyananda da bunu eyni vaxtda, gündə eyni vaxtda edəsiz və həftə sonları daxil olmaqla. 72-də nə deyir? What are the roles of two main types of sleep? Deyir, onların deməli rolu nədir hər iki yuxu mərhələsinin? Bir də deyir ki, the REM sleep helps our brain improve memory and control emotions. Bir də non-REM sleep supports our body repair muscles issues. Baxaq. Deməli, REM nə üçün vacib idi? Brain üçün vacib idi. Burada da var. Deyir ki, beyni kömək edir ki, yaddaşı bərpa etsin. Amma non-REM nəyə kömək edirdi? Body repairs, muscles, tissues. Şagirdlərimə də hər zaman deyirəm ki, ən asan yolu, yəni readingi işləməyin ən asan yolu nə edirsiniz? Əsas olan yerləri xəttləyirsiniz. Çünki onlar sizdə tələb olunacaq variantlarda. Əgər orada tarixlər varsa, illər varsa, rəqəmlər varsa, bunların altından mütləq şəkildə xətt çəkirsiniz ki, sizə asanlaşsın. Baxın necə ki, burada da həmçinin. Bizdən də deməli doğru cavabımız olacaq. The REM sleep helps our brain. Bir də the non-REM sleep supports our body repair muscles tissues. Necə ki mən xəttlədim, doğru cavab da C variantı idi. Növbəti sualımız olacaq. Aha, nə haqqındadır? Şagirdlərimə də deyirəm, uşaqlar, hər zaman bunu ümumiləşdirib mətni nə haqqındadır götürmək üçün siz əvvəllərə baxmalısınız. Sonda olan cümlələr heç vaxt mətnin ümumi mənasını sizə verə bilməz. Baxıram, deyir ki, the disadvantage of sleep cycles, orada ümumiyyətlə elə bir disadvantage bizə vurğulamadı. Yəni nə vurğuladı? Daha doğrusu vurğuladı. Orada dedi ki, mənfi təsir göstərə bilər fiziki, əgər kifayət qədər. Hardadır? Baxın, axırıncı abzasdadır. Axırıncı abzasdasa o heç vaxt sizə doğru cavabı verə bilməz. The benefits of being awake. Deyir, oyaq olmağın faydaları. Orada ümumiyyətlə elə bir şey demədi. Health habit, sağlam deyir, vərdişlər. Orada vərdişlərdən danışmadı. A bəndindən deyir, how to get worse sleep. Necə pis yuxuya getmək? Xeyr, yanlış variantdır. Doğru cavabımız olacaqdı. B variantı, yuxunun vacibliyi. 74-də nədir? As an important biological process, sleep, yuxu neynir? Bioloji proses olaraq yuxu neynir? Prevents adult brain from working better? Xeyr. Yaşların deyir, beyni yaxşı işləməkdən qarşısını alır? Xeyr. Consists of several stages that cycle during the night? 2 düzdür. It has a great role in keeping the body and brain healthy. Bəli, 2-3 doğru cavabımız Y variantı olacaq. False istəyir 75-də. False variant hansıdır bizdə? Deyir ki, both sleep types cycle throughout the night and the day. Day ola bilməz burada. Elə cavab C variantıdır. A-da deyir ki, non-REM sleepdə deep sleep'ə gedir. Baxıram bura yenə də. Baxırdıq harda olur. Deməli, the REM stage is usual when you dream and your deepest sleep happens. Nə vaxt? Non-REM-də bəli, deepestdir. Deməli, A bəndə ola bilməz bizim üçün. Bizdən false istəyir. Çünki A bəndə doğrudur. Each sleep cycle starts with none. Bəli, elə bu doğrudur. Sonra keçir REM-ə. D-də nədir? The non-REM stage usually ends with REM. Bəli, bu da doğrudur. Ola bilməz. During the REM stage humans dream. Bəli, bu da doğrudur. Yuxuya getməyə başlayır. Elə bizim səhv cavabımız C variantıydı bu test üçün. 76-da nə deyir? Deyir, doğrunu. Unlike adults, yaşlardan fərqli olaraq gənclər daha çox ehtiyacı var yatmağa, yuxuya, düzdür. Going to bed and waking up at the same time every day improve the quality of sleep. Bəli, iki də doğrudur. Deyir ki, eyni vaxtda yuxuya gedib oyanmaq ki, yuxu keyfiyyətini artırır. Və doğru cavabımız 1-2 olacaqdır. Növbəti dinləmədir. What do people feel like when walking through İçəri şəhər? İnsanlar özlərini necə